Təsadüfən tapılan 5 dahi kəşf. 5-ci yer kibrit. Kimyaçı John Walker çubuğu ilə kimyəvi maddələri qarışdırarkən çubuğun ucuna yapışan qarışığı çıxarmaq üçün onu yerə sürtəndə alışdığını gördü. 4-cü yer rentgen şüaları. William Rentgen laboratoriyada katok şüaları ilə təcrübə apararkən otağın o biri tərəfindəki fluoresan ekranın parıldadığını gördü. 3-cü yer Coca-Cola. Əslində baş ağrısı üçün dərman kimi yaradılmışdı. 2-ci yer mikrodalğalı soba. Mühəndis Percy Spencer radar aparatının yanında dayanarkən cibindəki şokoladın əridiyini gördü və beləcə mikrodalğalı sobanı kəşf etdi. 1-ci yer penisilin. Alexander Fleming tətilə gedərkən qablarını çirkli saxlayıb. Qaydanda görüb ki, bir kif bütün bakteriyaları öldürüb. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.